Biz hamımız suzuq. Sen suyu hardan getirirsen? Benim Ferad yaxınlığında bir dostum var. Ayda bircə dəfə yemeği ve suyu o özü benim için getirir. Su içmek istəyirsinizsə, Ferada gitmekten başka yolunuz yoktur. Dayanın, gitmeyin. Xahiş edirəm. Xahiş edirəm, gitmeyin, dayanın. Qulaq asın, yalvarıram sizə. Sizə sözüm var, dayanın. Hara gedirsiniz, dayanın. Gözləyin, gözləyin, dayanın. Ey güzel insan, mənə də görüm sizin bu başçınız kimdir? O peyğəmbərdir, yoxsa peyğəmbərin canişini? Peyğəmbərin canişini. Adı nədir? Əli. Ali? İlyas? İlya? Əli. İbrit dilində İlya. Hara gedirsiniz? Döyüşə. Döyüşə kiminlə? Şam ordusu ilə. Şam'ın hakimi kimdi? Müaviyə. Muaviye?
Sən Peyğəmbərin canişinisən? Bəli, ey Məsihi, mən sonuncu Peyğəmbərin canişiniyəm. Öyleyse qulaq as. Dədə-babalarımız uzun illərdən bəri bu qalada bu günü gözləyiblər ki, sənin kimi bir kişi gəlib bu bulağın üstünü açsın. Sələflərim hamısı bu quyunu görmədən ölüb getdilər. Bu lövhəyə bir bax. Burada Məsihin həvarilərindən biri qeyd edib ki, burada cənnət bulaqlarından biri yerləşir. Bu bulağın yerini sonuncu Peyğəmbər ya da onun haqq canişinindən başqa heç kim tapa bilməz. Sizlərdən hər kəs bu bulağı tapanla rastlaşsa, tərəddüd eləmədən ona iman gətirib dəstəsinə qoşulsun. Mən sənin simanda parlaq bir nur görürəm. Lövhəni göstər mənə. Allaha həmd sana olsun ki, İbn Əbu Talib onun yanındadır. Qoy müsəlman olum. Müsəlmanlıq dildə deyil, əməldədir. Biz döyüşə gedirik. Mən də sizə qoşuluram. Mən də sizinləyəm. Mən də sizinləyəm. Sizə qoşuluram. Səni İslamla salamlayıram. Sənə başqa bir müjdə də verim. Buyur gözlərimin nuru, buyur. Sən Siffeyində dəstəmin ilk şəhid olacaqsan. Nə xoşdur bu, nə gözəl. Bu nə xoş xəbərdir. Sənin cənazənə özüm namaz qılacağam. Səni bu əllərimlə qəbrə qoyub deyəcəyəm ki, bu kişi həqiqətən biz əhl-i beytdən idi. Bu nə böyük saadətdir. Bu necə böyük xoşbəxtlik.